Çünki Allah qəmi-qəmi rəhmət eləsin bizim sənətkarlarımıza, yəni Rəşid Beybutova, Şövkət Ələkbərovaya. Onlar bilirsiniz, hər bir musiqidə ağsaqqal olmalıdır. Çox təəssüflər olsun ki, bizim musiqidə ağsaqqal var, amma danışmır. Kimdir musiqimizin danışmır? Ay, qurban sənə ilə adları çəkdiyim insanlardan biriləri. Gəl, bilirsən, gəl bugünkü gündə mən sənə... çəksi yoxdur, ola bilərmi? Əzizim, əgər bugünkü gündə uzağı niyə gedək? Uzağa niyə gedirsən? Bayaq elə böyük bir sənətkar. Sənin xalq artistinin adını çəkmişsən. Mən də onun adını çəkmişəm. Fəxr edirəm ki, mən Azərbaycanlıyam və mənim Azərbaycanımda belə bir insan var. Yəni canlı əfsanədir də. Adı bir dənə uzaq niyə gedir? Bir dənə Zeynəb xanım çıxsın desin ki, bu nədir, bu nə biabırçılıqdır bu efirlər. Düzdür, qutardı. Ondan sonra nə efirdə, nə radioda, nə başqa birdə o mahnılar səslənməz. Böyüklərin heç bir söyləmir. Çox təəssüf ki, Allah ona can sağlığı versin də. İndi hər yaşın öz dövranı var, hər yaşın... Bilirsiniz, ona gərək Mədəniyyət Nazirliyi müraciət eləsin ki, ondan başqa götürün Vaqif Gərəzadəni də. Götürün bizim Fidan Qasımova var, böyük sənətkarımız, Serin xalq artisti var. Çağırın onları, oturun, senzuraya baxsınlar. Yəni Azərbaycan musiqisi düşünürsünüz elə yalnız Zeynəb xanlar və mahların üstündə yox, qurban sənə, mən ondan danışmıram. Yəni demək istəyir ki, böyük olan insanlar, sözünü söyləmiş olan sənətkarlarımız, bəstəkarlarımız bu barədə ciddi bir şəkildə oturub bir müzakirəyə qoyması lazımdır bu söhbəti. Amma onu eləmirlər. Boş verirlər. Məncə bizim öncə bizdən böyüklər hərəkətə keçməlidir. Onların sözünün bir ağırlığı olmalı, sözlərinin kəsəri olmalıdır. Məncə bu olmalıdır, düz deyir. Bəli. Bizim nə qədər... Kimə mikrofon uzatsan, heç bir böyüyümüz heç kimsənin adını çəkmir, heç bir vaxtı. Bəli, İlhamə xanım dedinizi, İlhamə xanım Allah rəhmət eləsin, mən yadımdadır, elə bax, burada biz elə çəkilişdəydik. O vaxtlar bir problem oldu, aramızda bir söhbət getdi, reklam arasında bir müğənnimizə dedi ki, söyləyin də, siz söyləyin ki, belə olmaz, belə olmaz. O da dedi ki, İlhamə xanım, ad alan sizsiniz, böyük olan sizsiniz, sizin deməniz lazım. Mən dünənin müğənnisiyəm, məni kimdir dinləyən, diqqətə alan? Çox düz demişdi. Sözümüzə qüvvət, mən də danışandaydı, mən təzə nəsiləmdə belə deyək də, mən də danışanda, inanın mənə ki, mənə deyirlər ki, bu paxıllıqdan danışır. Gəl bir şey də danışaq, bugün hegemonluğu bacaranın sözünə qulaq asırlar. Hər böyüyün sözünə hegemonluğu bacaran, sözünü yedirtməyi bacaran, irəli çəkməyi bacaran, hər böyüyün sözünə qulaq asacaqmı? Niyə qulaq asmırlar? Yəni, böyük kiçiliyimizi, adət-ənənəmizi, mədəniyyətimizi itirmişik bəyəm? Yox. Amma hansı müğənniyə demək olar onu ki, sən bu mahnını sizə qurban olun, onu demirlər. Onu, bax, bu, gəlin reallıqla da danışaq. Bu qaydası var da, indi biz gözümüzü açıb belə görmüşük də. Bir komissiya, bir dənə kino çıxmaq üçün. Siz ad çəksəydiniz, bir 3 nəfər ad. Mən bilərdim, siz kimləri bəyənmirsiniz, kimlərdən danışırsınız. Məsələn, indi ən çox danışılan mahnılardan Şəbnəm Tovuzluğun mahnıları. Şəbnəmin Qarabağ Azərbaycandır mahnısı ilə müharibə vaxtı igidlərimiz o mahnı ilə irəli gedirdilər. Siz kimlərdən danışırsınız? Ad çəkin, bilim kimləri deyirsiniz. Bir müzakirə edək. O qədər kimsə, bir cəsarətin varsa ad çək gələn, canlı yayımdasan. O qədər kim? Kimi bəyənmirsən? Ad çək. Gəldin bir dəfə... Gözəl bir dənə söz deyirlər. Kəmalə xanım deyir, musiqimizi pis günə qoyurlar. Ay balam, kim pis musiqimizi pis günə qoyur? Sən niyə uzağa gelsin? Sən bir dənə maşında gedəndə, pəncərə nasıl mahnıları qulaq, sənin üçün bəs eləyəcək. Soruşarsan, heç adlarını da bilmirəm. İnanırsan? Heç inanmıram, heç inanmıram. Səmimi deyilsiniz. Müğənnilər qorxur, hamı gəlir, musiqimizi pis günə qoyurlar. İş burasındadır ki, sizin musiqimizi pis günə qoyur deyənlər də, onlar da gəlir, oturur, bəlkə də burada deyir ki, musiqimizi pis günə qoyurlar. Kim qoyur da? Onların savadı satmaz biz olsun. Sənin savadın çatır, mən bilirəm. Sənin kifayət qədər savadın var, təhsilin var. Deməyə haqqın çatır. Deyə bilmirsən. Sən də bugün sabah böyüyəcək. Bir saniyə, sən bugünkü gündə məndən yox. Bir saniyə sözünü bitirmək istəyirəm. Böyük olan yerdə, bu ölkədə böyük varsa, saqqal varsa. Sabah sən də böyüyəcəksən. Mən böyüyəndə danışacağam. Elə sən də indiki böyüklərin tayı olacaqsan. Buna heç bir şübhən olmasın. Əgər sən indi danışa bilmirsənsə, sən böyüyəndə nə danışacaqsan? O böyüklər də elə sənin kimi olublar. Vaxtında da danışmayıblar. İndi də danışırlar. Əgər bu sözü deməyə cürətiniz çatmırsa, niyə insanlardan gilə-güzar edirsiniz? Niyə? Səhv mi düşünürəm? Səhv mi deyirəm? Kim çıxır, gileylənir, musiqimizi pis günə qoyur? Kimdir musiqimizi pis günə qoyan? İsa, sənə bir dənə söz deyirəm. İnan mənim səmimiyyətimə, mən heç kimdən qorxmuram.
dəfələrlə sübut eləmişəm efirlərdə də, həyatda da. Mən görməmişəm. Mən heç də görməmişəm. Sən nə sübut eləmişsən? Mən bir dəfə mən xoşuma gəlmən. Nə sübut etmisən? Mən həmişə sübut etmişəm, ad da çəkmişəm. Mən kimə lazımdır adını çəkmişəm həmişə. Mənim heç kimdən qorxmuram.